sevincliyik, vətənimizə gedirik. Həsrətini çəkdiyimiz torpağımıza gedirik. 23 yaşında çıxmışam. Komsomolda işləmişəm orada, Xocalı hadisələrində. Orada kömək eləmişəm, iştirakçı olmuşam. Şəhid və qazi bacısıyam. Sonsuz təşəkkürümü bildirirəm. Hər şeyə görə çox sağ olun, cənab prezident. Ağdama gedirik bugün. Anam oradan köçkün düşəndə, məcburi köçkün düşəndə 23 yaşı var idi. Anası ilə gəlmişdi. Nənəmlə gəlmişdi. Bugün isə biz 3 nəfər ailə üzvü ilə qayıdırıq. Planlarımız orayla bağlı böyükdür əslində. Çünki Ağdama getmək, Ağdama köçmək bizim üçün yəni bir vaxtlar, yəni 10 il əvvəl biz bunu düşünə bilməzdik. İndi isə biz Ağdama azad olunmuş ərazilərə qayıdırıq. Anamla birgə qayıdıram. Təəssüratlarımız qəşəngdir, həyəcanlıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Yəni ora köçən bütün hamıya, Ağdam sakinlərinə yaxşı günlər nəsib eləməyini Allahdan arzu edirəm. Ağdama köçdü, yəni biz sevilirik. Bu hissləri istər-istəməz dillə demək çətindir. Bu hissləri biz yaşayırıq. Ora köçməyimizdə, orada əmək olan insanlara can sağlığı arzu edirik. Allah köməklərində dursun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Biz onlara borçluyuq, prezidentimizə borçluyuq ki, bu günləri bizə yaşadıb. Keyif görmüşük, gəzmişik. Təəssüratlar böyükdür, adama yuxu kimi gəlir. İstər-istəməz biz gedirdik, o yerləri, gəzdiyimiz yerləri görəndə indi artıq bizim üçün başqa bir də görükürdü. Biz onları o dövrdə yaşamışıq, bu dövrdə yaşayırıq. Şəhid Vüsal Muradovun anasıyam. Bugün 30 ildən sonra azad olunmuş torpaqlara gedirik. O qardaşların qarşısında baş əyirəm. Vüsal və Vüsalın şəhid qardaşları bugün bu torpaqları bizə qaytardılar. Hamısına ruhunuz şad olsun deyirəm. Çox sağ olun.